Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərim. 3 sotda belə bir möhtəşəm ev təqdim edirəm. Çox əla qiymətdən təklif olunur və yerləşməsi daha çox əladır. Vaz dairəsinə yaxın bir məsafədə Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin arxa tərəfi Yeni Saray yolunu 1-ci radardan sağa dönürsüz, ev buradadır. Belə bir görünüşə sahibdir hörmətli izləyicilər. Alt hissəsi qarajdan ibarətdir. 40-40 təməl üzərində inşa olunub. Mərtəbənin yekunda da beton kəmər atılıb və ara divarlar daxil olmaqla. Üst hissəsi də çərəpitsa ilə işlənib, görürsüz. Çolun katına kimi hər biri yüksək səviyyədə iş görülüb. Həyətyanı sahibi bu qaydada qapının ağzında da trap döşənilib hörmətli izləyicilər. Ünvanı qeyd elədim sizin üçün. Görürsüz, ağlay daşlarla üzlənib. Alt hissəsi qaraj və ehtiyat otaqlardan ibarətdir. Deməli, bura 2 maşın daxil ola bilir bu qarajı sərbəst şəkildə. Arxa tərəfdən də 1 metrlik məsafəsi var. Və buradan digər otaqlara keçid qoyulub hörmətli izləyicilər. Baxın. Atmalarda bir daşdan biri atılıb, fikir verin. Kombi aparatının yeri orada quraşdırılıb, ev 4 tərəfdən suvaqlı formada deməli hazırlanıb. Həyətyanı sahə bu qaydadadır. Giriş isə bu qaydadadır hörmətli izləyicilər. Bir daha baxaq həyətyanı sahəyə. Belə bir həyətyanı sahə mövcuddur. Tam yaşayışlı əla bir ərazidir. Giriş isə bu qaydadadır deməli. Sağda yerləşdirilib mətbəx sahəsi məbəllər arası döşənib. Qapılara da fikir verin. Belə qapılar da bağlı ruçkalardan istifadə olunub, bağlı cəftələrdən istifadə olunub. Burada belə bir yataq otağı. Evin qiyməti neçə olsa yaxşı, cəmi 148 min manat hörmətli izləyicilər. Bu yerləşməyə sahib belə bir ev bu ərazidə yoxdur. Burada sanitar qovşağı göstərirəm. 4 tərəfdən cüt kubiklə inşa olunub. Burada ailə üçün nəzərdə tutulmuş yataq otağı. Bura isə ümumilikdə evin 4-cü otağı. Evin sahəsi 130 kvadrat metrdir. Torpağın sahəsi 3 sotlu, kupçalıdır, qaz, su, işıq fasiləsiz mərkəz kanalizasiya var. Start qiymət 148 min manatdır. Əlaqə saxlamaq unutmayın. Sağ olun, hələlik.